Salam əziz dostlarım, xoş gördük. Gözəl bir video sizlər üçün. Gördüyünüz kimi Azərbaycanın ən məşhur şəbəkə əl işində olan üzüyümüzün üzərində daşlarımızın formasına baxırıq. İlk üzüyümüzdə yaqut daşının formasına baxırıq. Yaqutun qiymətli növlərindən biridir əziz dostlarım. Bu üzük şəbəkə üslubunda mən zərgər Nazir Naqev tərəfindən düzəldilib əziz dostlarım. Və üzüyümüzdə müxtəlif daşların görüntü formasına baxacağıq indi sizlərlə. İndi isə əziz dostlarım, növbəti daşımız da yenə də yaqutdur və göyərçin qanı deyilən bir məşhur növlərdən biridir və bu da çox qiymətli dünyada tapılan növdür yaqut üzrə əziz dostlarım. Üzüyümüzün görünüşü bu yaqutla da daha gözəl forma verir. Sonra diqqətlə baxsanız görünüşünə üzüyümüzün qıraqlarında xırda daşlar əziz dostlar yerləşdirmişəm mən. Sonra üzüyümüzü zümrüd daşı ilə formasına baxmağınızı istədim əziz dostlarım. Zümrüd daşı ilə də çox gözəl bir formaya malikdir üzüyümüz gördüyünüz kimi. Burada üzüyümüzün konfigurasiyası, forma quruluşu və dizaynı xüsusi dizayndır. Bu dizayn keçmiş Sovetlər dönəmindən var əziz dostlarım. Qədim Azərbaycan zərgərləri bu dizaynı ixtira eləyiblər. Demək olar ki, mən də müasir dövrdə əziz dostlarım gənc zərgər kimi onu hazırladım və sizlərin ixtiyarınızda sunuram əziz dostlarım. Üzüyümüzün növbəti görünüşü topaz Sviz daşı ilə olan formasını mən sizlər üçün göstərirəm. Gördüyünüz kimi topaz daşı ilə də daha üzüyümüz gözəl bir forma verir sizlər üçün. Sonra üzüyümüzün daha başqa hansı daşlarda olduğunu sizlər üçün göstərmək istəyərdim əziz dostlar. Digər daşlarımızdan mən fikirləşdim ki, topazdan savayı digər xüsusi daşlarımızdan birində düşündük. Fikirləşdim ki, nə edim əziz dostlar, sizin üçün hər kəsin çox sevdiyi daşlardan biri sitrin daşını üzüyümüzün üzərinə qoydum və sitrinin ən bahalı, ən qiymətli formasından biri payız sitrinini mən bunun üzərində yerləşdirdim. Əziz dostlarım, baxa bilərsiniz, çox gözəl bir forma alınır sitrin daşı ilə də. Sonra digər daşlarımızdan mən fikirləşdim ki, sitrin daşından sonra hansı daşı da yerləşdirə bilərəm və onun görünüşünə baxa bilərsiniz. Sizlər də əziz dostlarım, çox fikrimdən keçdi. Həmin kvars qrupuna aid olan daşlardan birini düşündüm və onu da istədim ki, sizlər də baxasınız. Digər daşlarımızdan birini də mən indi sitrindən savayı bir çox növləri də sevənlər olduğu üçün ametrin daşını da istifadə eləməyi istədim. Gördüyünüz kimi ametrin daşının üzərində daha gözəl görsənir. Sonra isə qranat daşına baxırıq. Almandin qranadı da əziz dostlar. Almandin qranadın ən tünd növlərindən birinə deyilir. Qan rəngini əks etdirən qranat daşı ilə üzüyümüzün görünüşünü sizlərə göstərirəm əziz dostlarım. İndi baxın formalara, sizlər əziz müştərilərim bəyəndikcə mənə kommentarlarınızda yaza bilərsiniz. Hansı formanı istəyirsiniz, hansı formada daha üzüklərimiz var. Gələn verilişlərdə görüşənədək əziz dostlar, sağ olun, xoşça qalın.